Salam, 15 mart 2026 tarixində keçirilən buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Başlayaq 61-ci sualdan. Kəsrini ixtisar edin. Surət a kvadrat çıxı b kvadrat ilə düsturu ilə vurğulara ayrıla bilər. 5a çıx 4, 5a üstəgəl 4. Məxrəcdə də 5a üstəgəl 4. 5a üstəgəl 4-lər ixtisar gedir. Qalır 5a çıx 4, D variantı. 62-ci sual bizdən f3 istəyir. Yəni funksiyada x-in yerinə 3 yazsaq, bizə hansı dəyərləri verəcək? Sadəcə x-in yerinə 3 yazırıq. f3 bərabərdir. 2 vurulsun 3, üstəgəl 3. Məxrəcdə də x-in yerinə 3 yazsaq, 3-ün kvadratı üstəgəl 2. Bu da bərabərdir. 6 üstəgəl 3, 9 üstəgəl 2. Cavab olur 11-də 9, Y variantı. 63-cü sual. Trapesiyanın sahəsi biz bilirik. Düzbucaqlı trapesiya olduğuna bu yan tərəf həm də hündürlükdür. Trapesiyanın sahə düsturunu xatırlayaq. A plus B bölü 2 vur H. Buradan deməli oturacaqlar bəllidir. 2 üstəgəl 4 bölü 2 vur 12. Bu da bərabərdir 36. Y variantı. 64. Çoxluqlar verilib. A çıx B çoxluğunu istəyir. Məlum məsələ, Venn diaqramından da çəkib istifadə eləmək olar, amma sadə bir sualdır. Ortaqlar nə var? Məsələn, 2-lər var, ortaq 4 və 6. 2, 4, 6 ortaqdır. Bizdən A çıx B-ni istəyir. Sırf A-ya məxsus olanlar 1, 3, 5, 8 və 10 da B çoxluğuna aiddir. Cavab olur 1, 3, 5, D variantı. 65-ci sual. Vurğulara ayırma. Yenə 12A-nı mötərizə xaricinə çıxartsaq, qalır A üstəgəl A çıx 2. Deməli, C variantı. 66-cı sual. Permutasiyanın hesablanması. 4 faktorial böl 0 faktorial. Deməli, üstəgəl 3 faktorial böl 0 faktorial. Məlum məsələdə permutasiya 4-dən 4 bizə 4 faktorial verir. Yəni, sadəcə düstur olsun, yəni yerinə yetirilsin deyə məxrəcdə 0 faktorialı yazdım. 4 faktorial 24-dür, 3 faktorial da 6. Toplayanda deyir 30. C variantı. Kosinus, tangens işarələrini müəyyən edin. Aha. Tangens biz bilirik tək funksiyadır, yəni mənfini qabağa çıxardır. Gəlin buradan qeyd edək. Kosinus 271 dərəcə. B, tangens mənfi 187 dərəcə. Mənfini qabağa çıxardaq. Mənfi tangens 187 dərəcə. İndi rüblərin bilsək bizə basitdir. Baxın, 270 dərəcə nədir? Bu nöqtədə düzdür. 271 artıq 4-cü rübün bucağıdır. 4-cü rübdə deməli kosinus müsbətdir. Yəni kosinus müsbət 187. Deməli 3-cü rübdə tangens müsbətdir. Amma qarşısındakı mənfi onu çevirəcək mənfiyə. Deməli, tangensin işarəsi də, yəni B mənfidir, A müsbət. Cavab olur A variantı. A müsbət, B mənfi. Aha, düz seçək variantı da. 68-ci sual. Baxın, əsaslar eyni olduğuna üstlər sadəcə toplanacaq. 16 üstü %36 ilə %14-ü toplayırıq. Edir %50, yəni 0,1. O da məlum məsələdə 16 üstü 2-də 1 deməkdir. Kök altına da sala bilərsiniz. Əgər məsələn belə də saçma olursa, 16-nı 2 üstü 4 yazıb, onun da üstündə 2-də 1 yazmaq olar. Bu deyir 2 üstü 2, bu da bərabərdir 4-ə. Yəni kök altının 16 da bizə 4 verir. Cavab olur D variantı. Düzbucaqlının diaqonal sayı 2 dənə. Yəni bu qədər. Niyə belə salıblar? Suallar biraz qəribə bir şeydir. Diaqonal sayı 2 dənə. Düz oxuduq da. Düzbucaqlının diaqonallarının sayını. A və B çoxluqları üçün B A-nın alt çoxluğudur. A-da deməli A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A çıx B çoxluğuna daxil olmasının hadisəsinin ehtimalı. Gəlin çoxluqları əvvəlcə təsəvvür edək. Bu bizim A çoxluğumuz. Bu da bizim B çoxluğumuz. Və bizə nə deyir? B A-nın alt çoxluğudur. A-da 9 element var, B-də 4. B-nin 4 elementi varsa,
Sırf A-nın özünə məxsus olan, yəni A çıx B-də 5 element var. Təsadüfən seçilmiş 2 elementin A çıx B çoxluğuna daxil olması. Burada deməli ümumi halların sayı nədir? Kombinizon 9-dan 2. Bizə lazım olan nədir? Kombinizon 5-dən 2. Yəni A çıx B çoxluğuna daxil olan elementlərdən ikisini neçə üsulla seçə bilərik? Kombinizon 5-dən 2 ilə. Bunları bir-birinə böləcəyik. Hesablayaq bunu. Deməli kombinizon 9-dan 2. 8 burada 36. Kombinizon 5-dən 2 də bizə verəcək 10. Cavab olur 36-da 10 və yaxud 18-də 5. Bu qədər. Davam edirik. 71-ci sual. 4-cü rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-ə, ordinat oxuna qədər məsafə isə 6-ya bərabərdir. A nöqtəsini qoyur. Baxın, 4-cü rübdə bu yenə sadə bir sualdır, şəkil çəkib görmək olur. Baxın, bu nöqtədən bizə nə deyir? Absis oxuna qədər məsafə 4. Bu məsafə 4-dür. Ordinat oxuna qədər məsafə də 6. Gəlin onu fərqli rənglə göstərək. Mavi rəngdə olsun 6. Məlum məsələdə x-imiz 6-dır, y-imiz də -4. 6 -4 nöqtəsi. C variantı. 72. Kosinus alfa tangens beta. Alfa bucağının kosinusu necə tapılır? Birləşik katetin hipotenusa nisbəti. A bölü C vurulsun. Tangens beta. Tangens beta nə idi? Qarşı katetin bitişik katetə nisbəti. A bölü B. Burada da eləyəcək BC-də A kvadratı. Cavab olur B variantı. 73. Burada yəqin ki 2 qat arqumenti və ya yarım arqumentdən istifadə olunacaq. Kosinus 2 alfanın nəyə bərabər olduğunu xatırlayaq. Kosinus 2 alfa bərabərdir. Kök altında 1 üstə gəl. Yox, bir dəqiqə. Bundan istifadə eləsək. Kosinus 2 alfa bərabərdir. Bu yarım arqumenti idi burada. Deməli, sinusdan belə ifadə edirik də kosinus 2 alfanın. 1 çıxılsın 2 sinus kvadratı alfa. Da necə yaza bilərik? Kosinus alfa A-ya bərabər. Kosinus 2 alfa. Bir dəqiqə bunu fikirləşim. Bizə sinus alfanı ifadə eləmək lazımdır. Neysə. Elə yarım arqumentdən istifadə edək. Bəli, sinus alfa bölü 2 düsturundan istifadə edək. Bərabərdir. Necə olurdu? Müsbət mənfi kök altında 1 çıx kosinus alfa bölü 2. Yəni burada sinus 10 dərəcə bərabərdir. Müsbət mənfi kök altında deməli 1 üstə gəl kosinus 20 bölü 2. Burada da kosinus 20-ni bizə A-ya bərabərdir. Yazacağıq kök altında 1 üstə gəl A bölü 2. Cavab olur A variantı. Sadəcə burada plus minus artıq bizə lazım deyil. Alfa olanda yazmalıyıq. Niyə lazım deyil? Çünki kosinus 20-də də sinus 10-da da müsbət verir. Ona görə bu müsbət mənfi olaraq qəbul eləmirik. Sadəcə müsbətini götürürük. Düz hesabladıq biz. Biz niyə səhv hesablamışıq burada? Bağışlayın. Yanlışlıq gedib. Çıx olmalıdır. Burada çıxdı axı. Cavab olur 1 çıx A bölü 2. D variantı. Davam edirik. 74-cü sual. Oturacağın perimetri prizmanın yan səthinin sahəsi. Prizmanın yan səthinin sahəsi biz bilirik ki P oturacaq vurulsun H-dır. Yəni burada sadəcə 15-i 9-a vurmaq kifayət edir. Cavab olur 135. Uzunluqları 300-500 olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasında. Yenə bir oxuyaq. Deməli, ikinci tunel budur. Son nöqtəsi burada çıxış nöqtəsi. Son nöqtəsi birincinin son nöqtəsi ilə son nöqtəsi bura. İkincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Buranı verib. Uzunluğu 200 metr və sürəti 64 kilometrsə birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Baxın, burada birinci hamısını metrə və saniyəyə çevirmək daha yaxşı olar. Belə eləyək. Baxın, əslində burada necə olacaq? Bax, qatarın öz uzunluğunu da nəzərə almaq lazımdır. Qatar bax buradan tunelə girdi, düzdür? 500 metr gələcək.
Sonra bir 15 kilometrdə gedəcək. Sonra bir 300 metrdə gedəcək. Amma 300 metri gəlib çatanda qatarın birinci vaqonu hələ burdadır. Bu tuneldən tam çıxması üçün bir 200 metrdə irəliləməlidir qabağa. Ona görə bunların hamısını toplayacağıq. Eləyəcək 16 kilometrdə 300, 200, 500, yəni tunelin uzunluqları da 200 də qatarın uzunluğu. 16 kilometr qatar yolu bu qatar neçə saata gedəcək? Sürəti də heç lazım deyilmiş metrə çevirmək. Çünki tam ədədlər alındı da 16 kilometr tam alındı. 16 kilometri bölürük 64-də də gedilən yolu böləcəyik 4də 1 saata. 4də 1 saata. Yəni 0,25 saata və yaxud 4də 1 saat nə qədər edir? 15 dəqiqəyə. 15 dəqiqəyə gedəcək. 76. Deməli, 2 əsasdan neçə 3-ə bərabərdir? 8. Birinci buranı 8-ə bərabər eləyək. Loqaritma kvadratı 2x çıxılsın 3. Neçə dedik? 8. Deməli, burada da baxın, loqaritma 2 əsasdan x-a bir t deyəcəyik. Olacaq t kvadrat çıx 3t çıx 4. Baxın 8 də keçirdim bu tərəfə. Bərabərdir 0-a. Burada t'ləri tapaq. 7-dən 4-lə -1. Deməli t2 də oldu -1. Heç aparıb yerinə qoyub hesablayacağıq. Kökləri hasilini istəyir ən sonda bizdə. Loqaritma 2 əsasdan x-i bir dəfə 4-ə bərabər edirik. Loqaritma 2 əsasdan x-i bir dəfə də -1-ə. Buradan x1 alınır. Neçə? 16. x2 də alınır. 2-də 1. x1, x2-yə də vuranda olacaq 8. Cavab oldu 8. 77-ci sual. Bərabərsizliyin tam əlləri cəmidir. Köklərini tapırıq. V ilə köklərini tapsaq 7 və -1. Cəmi 6 hasili -7. -1 və 7. İntervalları ayırdıq. 7-dən böyük ədəd yazsaq müsbət alınır. Müsbət, mənfi, müsbət. Bizə də mənfi aralıq lazımdır. Yəni bu aralıq. Bizdən tam həllərinin cəmini istəyir. Yəni 1-dən 6-ya kimi də 0 da var. 0 onsuz toplamaya təsirləmir. 1-dən 6-ya kimi ədədlərin də cəmi edir 21. Cavab oldu 21. 78. İfadəsinin qiymətini tapın. Loqaritma 10 əsasdan 100. Bizə verir 2. Həmin bu 2 ilə 7-ni toplayacağıq. Burada alınacaq 9. 9-dan çıxır 3. 3 əsasdan 3 bizə verir 1. Yəni bura bütövlükdə olacaq 1. 1-i 2-yə vuracağıq. 2. 14 ilə həmin 2-ni toplayacağıq. 16 loqaritma 2 əsasdan 16. Bu da bizə verir 4. Sadəcə hesablamadır. Ona görə çox yazmadım. Yəni şifahi formada hesablamaq mümkündür. 79. Katet düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqur. Deməli, bir düzbucaqlı üçbucaq təsəvvür edirik. Katetləri deməli 6 və 8. Böyük katet ətrafında fırlanmasından uşaqlar bir dənə nə yaranır? Konus yaranır da, düzdür? Baxın, böyük katet ətrafında fırlatsaq konus yaranır. Yan səthinin sahəsini istəyir. Məlum məsələdir. Bir konusun da yan səthi necə hesablayırıq? Pi r l. Burada doğuran 10-dur. Aparıb yerinə qoysaq, pi vur, 6 vur, 10. Cavab olur 60 pi. 79-cu sualın cavabı 60 pi. 80-cı sual. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər bir filtrin satış qiyməti 4% qədər bonus alır. Yanvar ayında onun əmək haqqı 1400 manat, fevral ayında 1560 manat oldu. O fevral ayında yanvar ayındakindən neçə ədəd çox filtr satmışdır? Deməli, 1000 manat Samirin öz gəliridir. Yəni heç bir su filtri satmasa 1000 manat bu insan aylıq əmək haqqıdır. Satdığı hər filtrin 4% qədər pul qazanır. Yəni bonus verilir. Baxın, bundan satdığı hər filtrin satış qiymətinin 4% qədər. Samirin hər birinin satış qiyməti 250 manatdır da bir filtrdə. 250-nin 4%-ni tapaq. Görək bu hər filtrdən nə qədər gəlir əldə edir? Eləyir 10 manat. 25-də 1 eləyir. 250-nin 25-də 1 10 manat. Hər filtrdən 10 manat Samir pul qazanır. Əgər 1400 manat pul qazanıbdırsa yanvar ayında. Yanvar ayında deməli neçə dənə?
1000 manat öz gəliridir. 400 manat filtrlərdən qazandığı pulda. 400-ü bölsək ona, hər filtrdən 10, 40 dənə filtr satıb. Hərəsindən 10 manat, 400 manat əlavə. Fevral ayında da 1560 manat. 1000 manat öz gəliridir. 560-ı bölürük ona. 56 dənə də fevral ayında satıb. Fevral ayında, yanvar ayından neçə ədəd çox filtr satmışdır? 16 ədəd. Cavab olur 16. 80-cı sual. Printer 81-ci suala keçdik. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Gəlin qeyd eləyək verilənləri. Deməli, rəngli kağız 50 saniyəyə. 50 saniyə. Ağ-qara kağızı 30 saniyəyə çap edir. 30 saniyə. Deməli, yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? 40 səhifə ümumi səhifələrin sayıdırsa, deməli, x sayda rəngli kağız olsa, 40 çıx x sayda da ağ-qara kağızlar olsun. Biz sayı bilirik ki, məsələn, 1 saniyəyə, 50 saniyəyə bir səhifə çıxardır da. Tutalım, x səhifədirsə, 50 saniyəyə x səhifəni hərəsini 50 saniyədən çıxartsa, 50x qədər buna zaman sərf eləyib. Üstəgəl, ağ-qaraya da 30 vurulsun, 40 çıx x qədər sərf eləyib. Bu saniyə olduğuna görə burada yarım saat ərzində deyir də, işləyib fasiləsiz. Yarım saatı da saniyəyə çevirəndə nə olur? 3600-ün yarısı. 1800 saniyə ümumi sərf olunan vaxt. Belə düşünə bilərik. Bəli. Deməli, bunu da həll eləsək, 50x üstəgəl 1200 çıx 30x bərabərdir 1800. Buradan alınır 20x bərabərdir 600, x də bərabərdir 30. Deməli, 30 səhifə rənglidir, 10 səhifə də ağ-qara. 30 səhifəni hərəsini 50 saniyədə 1500 səhifə ona 1500 saniyə onu sərf eləyib, 300 saniyəyə də ağ-qara cəmi olub 1800 saniyə. Cavabımız olur, deməli, bizdən rəngliləri istəyir, cavab götürürük 30. Cavabımız oldu 30. 82-ci sual, çevrəyə deməli nədir? AB toxunanı və AD kəsəni verilmişdir. BAD 90 dərəcə, AB kökdə 5. Qeyd eləyək. AC 1, bu məsafədə 1. Bizdən nə istəyir? Çevrənin radiusunu istəyir. Deməli, burada x desək, düstur gəlir də ağlımıza. Yadınızdadırsa, baxın, məsələn, bir çevrəyə, bir toxunan və bir kəsən verilibdirsə, toxunanın kvadratı bərabər idi. Bütöv kəsən, yəni A üstəgəl B, vurulsun kəsənin xaricdə qalan hissəsi. Bundan istifadə edib tapa bilərik. Deməli, yazaq belə. Burada baxın, toxunanımız bizim kökdə 5-dir. Kökdə 5-in kvadratı 5 bərabərdir. X üstəgəl 1 vurulsun, toxunanın xaricdə qalan hissəsi 1. Buradan da x bərabərdir 4 alınır. Rahatlıqla görsənir. X-i tapdıq 4. Verilənləri qeyd eləyək. Deməli, vətər oldu 4. Bizdən nə istəyir? Radiusu istəyirdi. Radiusu da necə tapa bilərik? Baxın, bir belə xətt çəkərik. Yox, belə çəksək olmayacaq. Birini belə çəkək. Birini belə. Birini də belə. Onlar da, vəssalam. Bura olacaq 2. Heç çox uzatmaq lazım deyil. Buradan birini çəksək, biz bilirik ki, çevrənin mərkəzindən vətərə çəkilən radius onunla 90 dərəcə altına çəkilən radius onu 2 bərabər hissəyə bölür. Yəni, ümumi uzunluğu biz 4 tapmışıqsa, CD məsafəsini, onu 2 bərabər hissəyə bölür. Burada 2 olur, burada 2 olur. Radius da nədir? Baxın, radius, bu məsafə radiusun özüdür də. Radiusun özüdür. Bu məsafə. Bu məsafə də 3 olur da. 2 buradır, 1 bura. Cavabımız olur 3. 83-cü sual. AB məntəqələrində deməli, gəmilər düz xətt üzrə hərəkət edirlər. D-yi 12, verilənləri qeyd eləyək. D-yi 12. Sonra BD 20, BD. BD 20. Burada Pifaqordan artıq istifadə edib gəlin buranı da qeyd eləyək.
Deməli 12, 20, bura 15 olur da. Yox, 15 yox, 16. Aha. BD-ni də yazaq 20. Bizdə sonra AD-ni verib 9. Trayektoriyaların sey kəsişmə nöqtəsindən D məntəqəsinə qədər məsafəni tapın. Bizdən istədiyi baxın, bu məsafədir. Bunu necə taparıq? Oxşarlıq olacaq. Oxşarlıq olacaq. Niyə oxşarlıq deyirəm? Burada baxın, bu bucaqlar qarşılıqlı bucaqlardır. Sonra nə edə bilərik? Daxili çarpazlıqdan, baxın, daxili çarpazlıq deyəndə bunu nəzərdə tuturam. Z. Baxın, burada mavi bucaq deyək də. Bu bucaqla bu bucaq bərabər olur. İki bucaq bərabər, hə. Sonra daha nələr var? Bu bucaqla da bu bucaq bərabərdir. Hə, deyə bilərik ki, bu bucaqla, daha doğrusu bu bucaqla bu bucaq da bərabərdir. Gəlin şəkli qıraqdan çəkək. Belə olanda qarışıq oldu. Bizdən istədiyi budur. Deməli, nə dedik? Bu bucaqla bu bucaq bərabərdir. Bu ikisi qarşılıqlı bucaqlar. Bu iki bucaq, bununla bunu deyirək. Gəlin fərqli rəngdən göstərək. Bu qırmızı bucaqlar niyə bir-birinə bərabərdir? Baxın, burada Z-də əsasında daxili çarpazlıq var. Ona görə. İki bucaq bərabərdirsə, üçüncü də bərabər olmağa məcburdur. Bu bucaqla da bu bucaq bərabərdir. Vəssalam. Üç bucaq bərabərdirsə, deməli bu üç bucaqlar oxşardır. Burada nədən istifadə edək? Məsələn, bunda 2 dənəliyin qabağı 9-dur, bunda 2 dənəliyin qabağı 16. 9 bölü 16 bərabərdir. Bunda 1 dənəlinin qabağına x desək, bir dənəli. Bunda 1 dənəlinin qabağı nədir? 20 çıx x. Bütöv 20 idi axı bura. 20 çıx x. Vəssalam. Çarpaz vuraq. 180 çıx 9x bərabərdir 16x-a. Buradan 25x bərabərdir 180. Hər tərəfi 5-ə bölsək 5x bərabərdir 36. X də bərabərdir 7,2. Cavabımız olacaq 7,2. Bizdən CD-ni istəyirdi də. D və Y nöqtələri bir düz xətt üzərindədir. C nöqtəsindən D məntəqəsinə qədər məsafə. Bəli, cavab olur 7,2. Necə? Baxın, buranı biz 20 tapdıq axı, 12-nin kvadratı ilə 16-ın kvadratını topladıq. Biz CD məsafəsinə, yəni bura, x dedik. Digər məsafəyə də dedik 20 çıx x. Vəssalam. Bundan sonra oxşarlıqdan istifadə elədik. 9 bölü 16 bərabərdir. X bölünsün 20 çıx x. Buradan da x-i tapdıq. Bizə 2x lazımdır. Cavab olur 7,2. 84-cü sual. Bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti, gediş-dönüş qiyməti isə 180. Cədvəldə Asif və Nurayın bu şirkətdən aldığı biletlərin sayı göstərilib. Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Hərəsində yəni x sıfıra bərabər ola bilməz. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Deməli, 150 manat gedişdir, gediş-dönüş 180 manat. Belə yaza bilərik də burada. Bax, məsələn, Asif tutalım tək 18 çıx x qədər nədir? Gediş eləyib və hərəsinə 150 manat pul verib də. Yaza bilərik də 150 vurulsun 18 çıx x və onlar hər iki növ biletdən ən az bir dəfə aldılar, ödədikləri ümumi məbləğ eynidir. Ödədikləri məbləğ eynidir. Asif bir də gediş-dönüş biletləri alıb, x qədər də ondan alıb. Yəni gediş-dönüşdən də x qədər alıb. Bir gediş-dönüşə də 180 manat pul verir. Onda 180 x qədər buna pul xərcləyib və bu bərabərdir. Nuray deməli, x üstəgəl 4 qədər istifadə edib. 150 vurulsun x üstəgəl 4. Sonra nədir? 180 vurulsun 15 çıx x. Üstəgəl 180 vurulsun 15 çıx x. Bunu həll edək. Görək sadə yolu varmı? Nəysə, həll edək. Vuraq bir-bir yazaq da.
Olur. 200 2700 olur da. Ha. 2700 çıx 150x üstə gəl 180x bərabərdir 150x üstə gəl 600 üstə gəl 2700 çıx 180x. 2700'lər getdi. Sağda da var, solda da. Sadələşdirmə aparsaq, deməli nə olacaq? 30x bərabərdir. Mənfi 30x üstə gəl 600. Başqa da yoxdur? Yoxdur. Buradan da alınır. 60x bərabərdir 600. X də bərabərdir 10'a. Deməli, x-i tapdıq 10. Nurayın tək istiqamətli biletlərinin sayını istəyir. Baxın, bizdən istədiyi x üstə gəl 4. 14 dənə. Cavab olacaq 14 dənə tək istiqamətli bilet alıb. 5 dənə də gediş gəliş. Elə bir 150 manatdan buna pul versə, 14'ü 150'yə vuranda edir 2100 manat. Üstə gəl 5 manatdan da 180 manat pul ödəsə, edir 900 manat. Elədi 3000 manat pul ödəyib. Görək Asif də 3000 manat ödəyibmi? Yoxlamaq üçün yazıram sadəcə bunu. Deməli 8 dənə təkcə bir istiqamətli alıb. 8'i 150'yə vuranda eləyir 1200. Üstə gəl x 10 tapmışıq da. 10 dənə də gediş gəliş. 180 manatdan 10 dənə gediş gəliş dedir 1800. Bu da edir 3000. Bəli, deməli düz tapmışıq. Hər ikisinin ödədiyi məbləğ, ümumi məbləğ eynidir. Davam edirik. 85-ci sual. Aqil boş daxla birinci gün bir ədəd 50 qəpiklik, 2 ədəd nəysə bunları bildik. O növbəti günlərdə daxla hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir ədəd artırdı. Neçə gündən sonra daxılda cəmi 48 manat pul olacaq. Maraqlı bir sualdır, görək. Birinci gün bir ədəd 50 qəpik, sonra bir dənə 2 dənə 20 qəpik. 2 vur 20, belə yazaq da. 3 dənə də 10 qəpik. 3 vur 10. Metal pul atdı. Növbəti günlərdə daxla hər gün daxla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir ədəd artırdı. Gəlin belə olanda məsələn ifadə eləyib o dəyişməni görmək olar. Məsələn birinci gün bu nə qədər eləyir bunlar? İndi ümumi hesablayıb deyək də. Deməli 50 üstə gəl 40 90 qəpik, 90'ın da üstünə 30 qəpik gəlir. 1.20 manat 1 manat 20 qəpik, yəni pul atıb. İkinci günə baxaq. Baxın 50 qəpik əvəzinə 2 dənə 50 qəpik atır. 3 dənə 20 qəpiklik atır. 4 dənə də 10 qəpiklik. Bunları toplayaq. 1 manat üstünə 60 qəpik. 1.60 üstünə də 40 gəlirik. 1.60'ın üstünə 40 gələndə 2 manat. Üçüncü günə baxaq. 3 vur deməli 50, 4 vur 20, 5 vur 10. Bunları toplayaq. 1 manat 50 qəpik, üstünə 80 qəpik gələndə 2 manat 30 qəpik, 2 manat 30 qəpiyin də üstünə 50 qəpik gələndə 2 manat 80 qəpik. Baxın, biz nə görürük burada? Görürük ki, 80 qəpik artır da, gündəlik 80 qəpik bizdə artım var. Birinci günümüz bizim 1 manat 20 qəpikdir. 50 qəpik, 2 dənə 20 qəpik, 1 dənə 20 qəpik, bir dənə də 10 qəpik. Hər gün bir dənə bunlardan atıraq. 50 qəpik, 20 qəpik, 10 qəpik. 80 qəpiklik artım olur gündəlik. Deməli biz burada bir ədədi silsilə düzəldə bilərik. A1'imiz olar 1.20, D'miz olar 0.8 və bizə nə lazımdır? Cəmi 48 manat pul olsun neçə gündən sonra. Elə bir SN var ki, yəni ümumi orada yığılan pulun miqdarı olacaq 48 manat. Bizə bu SN-i tapmaq lazımdır. SN-in düsturunu xatırlayaq. A1 üstə gəl AN bölü 2 vur N. Burada da biraz sadələşdirirdik. AN-in əvəzinə yazırdıq. A1 üstə gəl N minus 1 vur D. Yəni surətdə alınırdı 2A1 üstə gəl N minus 1 vur D böl 2 vur N bərabərdir 48. İndi bu tənliyi həll edək. D-nin qiymətini bilirik, A1'in qiymətini bilirik. Olur 2.40 üstə gəl. D-miz 0.8 idi də. 0.8'i birbaşa vuraq açaq da buna. 0.8'in çıx 0.8 və ya 80 fərq eləmir.
böl 2 vur n bərabərdir 48. Birazca da sadələşdirək. 2 manat 40 qəpikdən 80 qəpik çıxanda nə qalır? 1 manat 60 qəpik. 1.6 üstəgəl 0.8 böl 2 vur n. Burada 0.8 n yazmalıyım. Bərabərdir 48. Hər tərəfi 2-yə vuraq. 1.6 üstəgəl 0.8 n vurulsun n bərabərdir 96. Hər tərəfi 10-a da vuraq. Amma yazaq belə də 0.8 n kvadratı üstəgəl 1.6 n çıx 96 bərabərdir 0-a. Hər tərəfi 10-a vursaq 96. Hər tərəfi 10-a vursaq 8 n kvadratı üstəgəl 16 n çıx 960 bərabər 0. Sonra hər tərəfi 8-ə bölərik. 2n çıx 120 bərabərdir 0. Cəmi -2 hasili -120 olan ədəd. Nə deyə bilərik? 15, 8, 12 ilə 10. Deməli, n1 olur -12, cəm -2 olsun. n2 də bərabərdir 10. Təbii ki, biz natural ədəd götürməliyik, yəni bunu götürə bilmərik. 10 gündən sonra deyilən məbləğ 48 manata gəlib çatacaq. Cavab olur 10. Suallar bu qədər. Ümumi suallar nə bilim, belə çox da çətin də demək olmur, asan da demək olmur. Sadəcə belə başa düşülür ki, ancaq əzbərçilikdən çıxıb belə qəribə bir məsələlər verir və həmin məsələləri düşünməyinizi istəyir bizim. Yəni başqa bir şey deyil. Məsələlər haqqında düşünüb, yəni artıq düsturu əzbər bilməklə, məsələn, ədədi silsilədə düstur bilməklə bunu sadəcə düşünüb, tapıb, yerinə qoyub hesablamaq lazımdır. Yəni yaradıb sonra düsturu tətbiq eləmək lazımdır. Və yaxud məsələn 84-cü sual bu qədər uzun olmasına baxmayaraq sadə bir sualdır, onu demək istəyirəm. Qapalı suallardakı adi hesablamalardır. 70-ci sual ümid edirəm düz yazdıq. Bəzən belə yəni 11-ci sinif səviyyəsində 11 illik məktəbi oxuyan bir şagird düzdür, açıq suallar daha çox bal verir. Bəzən şagirdlər deyir, suallar çətin idi. Amma yazmaq olardı, müəyyən bir nəticə göstərmək olar bu sınaqda. Ümid edirəm hər biriniz çox yaxşı nəticə göstərmisiniz. Uğurlar.